BlackRock announcing its BlackRock. Bir çox insanın adını belə eşitmədiyi bu şirkətin dünyanı idarə etdiyini desəm, nə deyərdiniz? Üstəlik bu bəsit bir iddia da deyil. ABŞ-dakı bir çox bank, bütün böyük dərman şirkətləri, əsas media qurumlarının əksəriyyəti və dünya üzrə ticarət olunan səhmlərin 10%-i hamısı BlackRock'ın nəzarəti altındadır. Üstəlik indi hökumətlər dələ keçirməyə başlayıblar. Bildiyimizə görə BlackRock'ın idarə etdiklərinin ümumi aktiv dəyəri 12 trilyon dollardır. Bu o deməkdir ki, Amerika və Çindən sonraki bütün ölkələrdən daha zəngindir BlackRock. Ancaq ABŞ və Çin kimi dünyanın ən böyük dövlətləri belə iqtisadi durğunluqdan çıxmaq üçün BlackRock'a güvənirlər. Belə bir söz var. Deyirlər ki, pulu idarə edən dünyanı idarə edir. Tarixdə heç bir şirkət BlackRock qədər qlobal gücə sahib olmayıb. İşin ən maraqlı tərəfi odur ki, BlackRock bütün bunlara cəmi 36 ildə nail olub. Bəs necə oldu ki, 1988-ci ildə sadə bir investisiya şirkəti kimi qurulan BlackRock qısa zamanda dünyanı idarə edən, hər sektora təsir edən bir gücə çevrildi? Bunu anlamaq üçün gəlin şirkətin bugünkü CEO-su, həmçinin qurucusu olan Larry Fink'in qaranlıq keçmişinə nəzər salaq. Larry 1952-ci ildə Los Angeles'da varlı bir ailədə dünyaya gəlib. Uşaqlıqdan bəri içindəki güc axtarışı heç vaxt bitmədi. Gənclik illərində siyasi karyera qurmaq arzusunda idi və bu səbəbdən siyasət elmi sahəsində bakalavr təhsili aldı. Amma çox keçmədən başa düşdü ki, həqiqi güc siyasətə yox pula bağlıdır. Bunu dərk etdikdən sonra diqqətini tamamilə bank və əmlak sektoruna yönəltdi. Universitet illərində isə ətrafı zəngin və nüfuzlu insanlarla dolu idi. Uğurlu iş adamlarının olduğu klublara və cəmiyyətlərə qoşuldu. Bu əlaqələr sayəsində New Yorkdakı First Boston bankına işə düzəldi. Orada ipoteka kreditləri üzərində investisiyalar edərək maliyyə dünyasında yavaş-yavaş özünü göstərməyə başladı. Larry First Boston'da keçirdiyi illər ərzində bankın ən çox qazanan işçilərindən biri oldu. O bank üçün təxminən 1 milyarddan çox gəlir gətirdi. Amma bu uğurun bir qarşılığı var idi. Banka bu qədər qısa zamanda bu qədər pul qazandırması, illərlə içində böyütdüyü hirs və hakimiyyət hissəni tam şəkildə ortaya çıxartmışdı. Nəticədə bu hirs onu riskli qərarlar almağa sövq etdi. 1986-cı ildə etdiyi səhv investisiya qərarları ilə First Boston bankının 100 milyon dollar itirməsinə səbəb oldu. Təbii ki, belə bir vəziyyətdə Larry illərlə qazandığı nüfuzu bir anda itirdi. O bankdakı işini tamamilə itirdi. Bu nöqtədə 36 yaşlı Larry həm işsiz, həm də pulsuz qalmışdı. Adi bir insan olsaydı yəqin ki, bu məqamda tamamilə təslim olardı. Amma Larry olmadı. Larry bütün yaşananlardan 2 il sonra, yəni 1988-ci ildə, aralarında keçmiş iş yoldaşlarının olduğu 7 nəfərlik bir qrupla birlikdə ilk şirkətini qurdu. Bu şirkətin adı BlackRock idi. O vaxtlar heç kim bu şirkətin gələcəkdə dünyanı idarə edəcək səviyyəyə gələcəyini təsəvvür belə etmirdi. BlackRock ilk yarandığı vaxtlar tamamilə sıfırdan yaradılan bir şirkət deyildi. O artıq New Yorkda fəaliyyət göstərən böyük bir maliyyə qrupu olan Blackstone qrupa bağlı şəkildə, yəni onların bir növ investisiya bölməsi kimi fəaliyyətə başladı. Ancaq Larry və onun komandasının geniş uzaq görmə qabiliyyətinin nəticəsində şirkət sürətlə böyüməyə başladı. Bu sürətli yüksəliş Larry'nin içindəki hakimiyyət və nəzarət arzusunu yenidən alovlandırdı. First Boston'dakı məğlubiyyətdən sonra bir anlıq sönən bu hirs indi hər zamankindən daha güclü idi. Amma Larry'nin bu artan ambisiyası və şirkətin üzərindəki tam nəzarət istəyi gözlənilməz bir qarşı durmaya səbəb oldu. Tanış olun. Bu Steven Schwarzman'dır. O BlackRock'a ilk sərmayəni qoyan və şirkətin bağlı olduğu Blackstone qrupun qurucusudur. Onu daha yaxından tanımaq üçün verdiyi bir müsahibədən stat gətirək. Həyatda var olma səbəbim rəqiblərimə ağrı hissini yaşatmaqdır. Mən onları məhv etmək istəyirəm. Mən sadəcə yarışmaq istəmirəm. Müharibə aparmaq istəyirəm. Bax, bu adam Larry'nin ilk dəstəkçisi idi. Amma eyni zamanda ən böyük maneəsi də o idi. Çünki BlackRock'a ilk investisiyaları etdiyi üçün şirkət üzərində ciddi söz haqqına sahib idi. Zamanla Larry ilə Steven arasında şirkətin gələcəyi və idarə forması barədə ciddi fikir ayrılıqları yaranmağa başladı. Beləcə ki, güclü ego bir şirkətin zirvəsində toqquşdu və bu toqquşma Wall Street tarixinin ən böyük güc döyüşlərindən birinə çevrildi. Larry BlackRock'ı tamamilə öz dünya görüşünə uyğun formalaşdırmaq və tam nəzarətə sahib olmaq istəyirdi. Steven isə şirkətin idarəsini bölüşmək niyyətində deyildi. Nəticədə bir vaxtlar müttəfiq olan bu iki şəxs indi bir-birini rəqib kimi görürdü. Larry ilə Steven arasında gedən bu taxt uğrunda mübarizə illərlə davam etdi. 1994-cü ilə qədər bu qarşıdurma səngimədi. Hər iki tərəf də şirkət üzərində tam nəzarət qurmaq istəyirdi. Amma nəticədə qalib gələn Larry Fink oldu. Steven Schwarzman geri çəkildi. Bunun nəticəsində BlackRock artıq Blackstone qrupdan tamamilə ayrıldı. Artıq onlar yeni və tam müstəqil bir şirkət halına gəlmişdi. Bu Larry'nin karyerasındakı ən böyük dönüş nöqtəsi idi. Artıq qarşısında onu dayandıra biləcək heç kim yox idi. O bu güc oyunundan qalib çıxmışdı. İndi bütün diqqətini şirkəti qlobal səviyyəyə daşımağa yönəltmişdi. Nəticədə BlackRock böyüməyə və genişləməyə davam etdi. Şirkət demək olar ki, bütün birjalar və maliyyə bazarlarında iştirak etməyə başladı. Onlar demək olar ki, hər böyük şirkətdə müəyyən pay sahibi oldular.
Bu gün istənilən iri şirkətin sahiblərinə baxsan, demək olar ki, hamısında BlackRock adını görəcəksən. Bununla bağlı ətraflı danışdığımız başqa bir videomuz daha var. Kartlardan keçidilərək ona da baxa bilərsiniz. Mövzumuza qaydaq. Larry bütün bunlarla kifayətlənmirdi. O texnologiyanın gələcəkdə iqtisadiyyatda rol oynayacağını çox erkən başa düşmüşdü. Buna görə də hansı investisiyaların gələcəkdə qazanc gətirəcəyini təhlil edən bir süni intellekt yaratmağa qərar verdi. Bunun üçün nəhayət bir məbləğdə pul xərcləyərək bir superkomputer sistemi hazırladı. Bu sistemin adı Aladdin idi. Aladdin hazırda yalnız BlackRock'ın deyil, dünyadakı bir çox maliyyə qurumunun da portfellərini idarə etmək üçün istifadə olunur. O milyonlarla məlumatı analiz edərək ən az riskli, ən yüksək gəlir gətirə biləcək investisiyaları hesablayır. Aladdinin fərqi ondadır ki, bazardakı dalğalanmaları və potensial riskləri əvvəlcədən görə bilir. Larry bu sistemi inkişaf etdirərək BlackRock'ı sadəcə bir sərmayə şirkəti olmaqdan çıxardıb, texnologiya ilə maliyyəni birləşdirən nəhayət bir gücə çevirdi. Bu texnoloji addım sayəsində BlackRock artıq milyardlarla deyil, trilyonlarla dollar idarə edən bir imperiyaya çevrildi. Zaman keçdikcə Larry Fink Aladdin sayəsində qazandığı gəliri və topladığı varlıqları BlackRock'ın dünya iqtisadiyyatı üzərindəki nəzarətini daha da artırmaq üçün istifadə etməyə başladı. Bugün BlackRock demək olar ki, bütün ölkələrlə əməkdaşlıq edir. Xüsusilə 2008-ci ildəki qlobal maliyyə böhranı və daha sonra Covid-19 pandemiyası sonrasında yaşanan iqtisadi durğunluq dövrlərində bir çox dövlətlər BlackRock'dan kömək aldı. Onlar iqtisadiyyatlarını dirsətmək, riskləri idarə etmək və bazar sabitliyini qorumaq üçün BlackRock'ın analizlərinə və sistemlərinə güvəndilər. Artıq BlackRock sadəcə bir şirkət deyil, o bütün dünya iqtisadi sisteminin görünməz idarəçisidir. Bu şirkət yalnız maliyyəyə deyil, eyni zamanda mədəniyyətə, siyasətə və hətta mediaya belə təsir edəcək gücə sahibdir. Deyilənə görə BlackRock hal-hazırda dünya iqtisadiyyatının təxminən 10%-nə nəzarət edir. Bu media şirkətlərindən tutmuş banklara, neft nəhənglərindən silah istehsalçılarına qədər hər sektorda müəyyən paya sahib olmaq deməkdir. BlackRock'ın bu qədər güclü olmasının əsas səbəblərindən biri də media üzərindəki nəhəng təsiridir. Şirkət qismən özlərinə məxsus olan başqa bir nəhəng investisiya fondu, Vanguard vasitəsilə Fox News, CNBC kimi əsas axın media qurumlarının böyük səhmdarlarından biridir. Bu onlara informasiya axınını yönətmək imkanı verir. Bu təsir təkcə mediada deyil, böyük texnologiya şirkətləri üçün də keçərlidir. Çünki hazırda BlackRock Google, Facebook, Amazon kimi texnologiya nəhəllərinin də ən böyük korporativ investorlarından biridir. Qısası onların sərmayə qoyduğu şirkətlərin siyasi demək olar ki, sonsuzdur. Bunu daha aydın anlamaq üçün bir fakt deyək. BlackRock illər ərzində o qədər böyüdü ki, dünyadakı medianın 10%-dən çoxuna birbaşa və dolayı yolla nəzarət edir. Media üzərində bu qədər hakimiyyətə sahib olmaq isə dünyanı idarə etmək üçün ən vacib addımlardan biridir. BlackRock'ın təsir dairəsi o qədər böyükdür ki, adi insanlar bunu təsəvvür belə edə bilmir. Çünki o birbaşa şirkətləri idarə etmir. Onları səhmləri vasitəsilə idarə edir. Məsələn, sən Apple-dan bir iPhone alırsan. Amma Apple-ın ən böyük səhmdarlarından biri kimdir? Təbii ki, BlackRock. Eyni zamanda Microsoft'un, Amazon'un, Coca-Cola'nın və Tesla'nın da əsas səhmdarlarından biri yenə BlackRock'dır. Yəni sən hansı markanı seçirsən seç, sonda qazanan həmişə BlackRock olur. Hətta Netflix-də bir film izlərkən və yaxud da hər hansısa bir kanalda xəbərlərə baxarkən istənilən məzmuna BlackRock təsir edib formalaşdıra bilir. Çünki həmin media şirkətlərinin də pay sahibidir. Ancaq bunlar kiçik şeylərdir. BlackRock artıq dövlətlər üzərində belə hakimiyyətini qurmağa başlayıb. 2010-cu illərdə Avropada borc böhranı yaşananda bir çox ölkə hamısı BlackRock'dan məsləhət istəyirdi. Yəni dövlətlər öz iqtisadi siyasətini formalaşdırmaq üçün özəl şirkətdən kömək istəyirdi. Amma bu təkcə məsləhət deyildi. Nəzarətin onların əlinə keçməsi idi. Çünki BlackRock həmin ölkələrin iqtisadi məlumatlarını və daxili sistemlərini birbaşa analiz edirdi. Bu məlumatların əsasında maliyyə qərarlarını manipulyasiya edə bilərdi. BlackRock'ın hədəfi artıq sadəcə kapital artırmaq deyil, həyatımızın müxtəlif tərəflərini də formalaşdırmaqdır. Aladdin və BlackRock tərəfindən idarə olunan digər analitik alətlər sayəsində onlar sosial trendləri, investisiya davranışlarını, hətta insanların hansı məhsulları istəyəcəyini əvvəlcədən bilirlər. Nəticə olaraq BlackRock kimi qlobal güclərin yüksəlişi iqtisadiyyatımızı, mədəniyyətimizi və siyasətimizi formalaşdırır. Bunlar bəzən açıq şəkildə, bəzən isə görünməz yollarla baş verir. Son sözlərimiz isə bunlardır. BlackRock kimi nəhəng investisiya şirkətlərinin təsiri reallıqdır. Bu təsirin nəticələri həm iqtisadi, həm sosial, həm də siyasi sahələrdə dərin dəyişikliklərə səbəb ola bilər. Bu səbəbdən bu tip qurumların fəaliyyəti və onların hökumətlə əlaqələri barədə geniş müzakirə və şəffaflıq vacibdir. Bəs siz bütün bunlarla bağlı nə düşünürsünüz? Rəylərdə bizlə bölüşməyi unutmayın. Video sona çatdı dostlar. Belə videoların davamı üçün videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.